münacatda deyəcək ki, və ta'ləmu mə fi nəfsi. İlahi, sən mənim nəfsimi bilirsən. Sən mənim qəlbimi, içindəkilərin bilirsən, ilahi. Sən bilirsən, mən artıq rol oynamıram. Mən kimə görəsə özümü görsətmirəm. Çünki mən bilirəm ki, sən mənim içindəkilərin bilirsən. Mən ilahi riyakarlıq eləmirəm, çünki riyakarlıq eləsən belə yenə sən ondan xəbərdarsan. İlahi, özümü haqlı çıxarmağa çalışmıram, çünki bundan da xəbərdarsan. Özümü haqlı çıxarmağa çalışsam belə, yenə sən bundan xəbərdarsan, ilahi. Günahımı yozmağa çalışmıram, çünki yozsam belə yenə biləcəksən ki, yozuram. Ona görə, ilahi, deyirəm ki, sən mənim nəfsimi bilirsən, sən məni yaxşı tanıyırsan. وَنَعْلَمُ مَا تُوَسْفِسُ بِهِ نَفْسُهُ. Qaf surəsində Allah təala buyurur ki, biz insanın nəfsinin ona nə vəsvəsə etdiyini bilirik. Bilirik insana nə vəsvəsə edir nəfsi.